Hər dəfə soruşursunuz, üçüncü şəxsə baxaq, üçüncü şəxslə münasibəti necədir, necə olacaq. Amma situasiyalar çoxdur. Gəl bu dəqiqə baxaq, hazırda hansı durumdur. Məsələn, situasiya var ki, üçüncü şəxs sizsiz. Evlidir, tutaq ki, münasibətinizdə olan üçüncü şəxs sizsiz. Situasiya var ki, belə deyim də, üçüncü şəxs odur. Siz evlisiniz, üçüncü şəxs odur. Situasiya var, nə bilim, sevgilisiz, tutaq ki, o da müdaxilə edən insandır. Yəni, baxaq, bu dəqiqə fikrindəki insan ümumiyyətlə üçüncü şəxslə münasibəti hansı enerjidədir? Gəl baxaq, fikrindəki insan, yəni o situasiyaya uyğun gedək. Fikrindəki insanın üçüncü şəxslə münasibəti hansı enerjidədir? Ona baxaq. Əlaqəsi olmayan bir insandır, bitmiş bir əlaqədir. Demək ki, bu insan keçmişində olan və yaxud da ki, belə deyim də, bitirmək istədiyi bir ilişkidir. Çünki bu insanın üçüncü şəxslə əlaqəsi yoxdur və yaxud da ki, dava ilə, mübahisə ilə ayrılıblar. Maksimum soyuqdur da, yəni münasibətləri. Bolezyanın bir ayrılıq olubdur. Yəni, bitmiş bir ilişki ilə əlaqədar soruşursunuz. Ola bilsin ki, tutaq ki, evlisiniz və ya sevgilisiniz, tutaq ki, bu da keçmişindən olan biridir, müdaxilə etməyə çalışır. Bu situasiyadır bu dəqiqə. Gəl baxaq. Fikrindəki insan üçüncü şəxslə, münasibətdə olduğun insan, yəni belə üçüncü şəxslə əlaqədar hazırda hansı fikirdədir? Hansı fikirdədir? Heç bir fikirdə deyil, heç bir şəkildə düşünmür, heç nə istəmir. Bu insan konkret olaraq sənə tərəf yönəlibdir. Yəni, belə deyim də, o nə qədər ola bilsin ki, ayrılıqdan sonra, bitişdən sonra üçüncü şəxs bunun arxasınca düşsə belə, yəni, qəbul eləməyibdir də. Yəni, konkret olaraq bitmiş birinlə əlaqədar baxırsınız. Gəl baxaq, tamam. Üçüncü şəxs hazırda özü hansı enerjidədir? Yəni, situasiya budur. Fikrindəki insan, belə deyim, həyatındakı insanın üçüncü şəxslə münasibəti bitibdir, yoxdur. Amma sən soruşursan, görəsən o üçüncü şəxsin planı nədir, hansı addım atmaq istəyir? Situasiya budur, gəl baxaq. Üçüncü şəxs, fikrindəki üçüncü şəxs hazırda özü hansı enerjidədir? Narahatçılığı nə ilə əlaqədardır? Ümumiyyətlə, sənin həyatındakı insanla əlaqədar fikirləri nədir? Özü hansı enerjidədir? Bu dəqiqə özü, belə deyim də, ola bilsin ki, burada belə bir şey var ki, bu insan iki nəfər arasında qalıb bu dəqiqə başqa bir insanlarla əlaqədar yeni bir münasibətmi başlamaq istəyir, stabilliyimi qurmaq istəyir. Çünki bu insan elə bil ki, ola bilsin, ya ayrılığı qəbullanıbdır, hər nədirsə. Baxın, burada fikrində iki insan var bu dəqiqə və ikisindən də udar alıbdır sadəcə olaraq. Ola bilsin ki, ya bu insan özü evlidir, tutaq ki, tutaq ki, həyatındakı insanla da münasibəti olubdur, oradan udar alıbdır, öz ailəsindən də, ya da olsun ki, nə bilim, ikisindən birdən tutaq ki, danışırmış, ikisindən də bu dəqiqə udar alıbdır da, yəni bu insan bu dəqiqə hər tərəfdən udar almış vəziyyətdədir. Yəni, ailəsi ilə əlaqədar görək necədir, ailə durumu çıxdı burada. Bu dəqiqə ailəsi ilə, doğmalarınla uğraşmağa çalışır, oradan da udarlar alır bu dəqiqə. Haradasa hansısa bir söz söhbətlər gəzir. Bu söz söhbətin altında qalıb da ola bilsin ki, hansısa bir gizlisimi açılıb, nədirsə belə bir şeydir. Narahatçılığı nə ilə əlaqədardır? Narahatçılığı onunla əlaqədardır ki, bu adam oturur fikirləşir ki, kimlənsə münasibəti stabilləşdirmək istəyir bu dəqiqə. Ciddi cəhdlə münasibəti stabilləşdirməkdir. Bu səninkidir, səninkinlə istəyir stabilləşdirmək. Təkcə səninki deyil. Bu insan çox qəribə insandır. Yəni, təkcə səninkinlə deyil. Bu insan bir əlində 2-3 qarpuz tutmaq istəyir. Məsələ budur, yəni, çox qəribədir. Çünki buradan səninkinlə, buradan başqasıyla, yazışmayla, mesajla, yəni, bir neçə insanla birdən elə bil ki, qarmaq atır, kim tutdu. Belə bir şey çıxır burada. Çox qəribədir, yəni. Dinşləyənmir bu insan. Hər nədirsə özü bilər, karoçe. Sənin münasibətdə olduğun insanla əlaqədar fikir nədir? Üçüncü şəxsin. Münasibətdə olan insanla əlaqədar odur fikri ki, bu gedibdir, bu artıq bitibdir, bu söhbət bitibdir. Amma mən düşünürəm ki, bir müddət sonra hansısa bir bəhanə ilə, hansısa bir səbəblə mən ona addım ata bilərəm. Addım atım və yaxud da ki, bax, belə bir şey fikirləşir, yəni, tam bitirməyibdir. Gəl baxaq. Üçüncü şəxs fikrindəki insana hər hansısa bir şəkildə addım atmaq istəyirmi? Üçüncü şəxs fikrindəki insana addım atmaq istəyirmi? İstəyir. İstəyir, amma bilir ki, cavab olmayacaq, bilir ki, qarşı tərəfdən atqaz gələcək. Yəni, elə bil ki, atqaz almaq da istəmir. Fikirləşir ki, başqa yola əl atım. Tamam, planı nədir? Bəs üçüncü şəxsin fikrindəki insana qarşı planı nədir? Üçüncü şəxsin fikrindəki insana qarşı planı nədir?
başını itirib bu. Bu bilmirəm nə olubsa, yolumu bağlanıb da, hər nədirsə başını itiribdir. İstəyir, amma hər dəfə elə bil ki, planı geri qalırmı? Hər dəfə yolu bağlanırmı? Elə bil ki, tutaq ki, getmək istəyir, mesaj yazmaq istəyir, hansısa bir problem yaranır və ya da ki, fikrini geri çəkir. Tutaq ki, caldo elətdirmək istəyir ki, geri qayıtsın, nə bilim, sürünsün, nə bilim, neynəsin, boş-boşda. Tutaq ki, orada gedir, ya pulu çatmır, ya alladırlar, ya hər nədirsə planları tərs dönür bu insanın. Amma yenə də bir şəkildə bu insan istəyir nə cürsə bu fikrindəki insandan, elə bir ki, tutaq ki, əgər ortaq bunların, tutaq ki, qonşudularsa, yolda izdə bunun qarşısına çıxsın, özünü xatırlatsın, getdiyi yerləri bilirsə, orada qarşısına çıxsın, nə bilim, hər hansısa bir şəkildə bundan bir xəbər almaq istəyir ki, təkrardan bunu, belə deyim də, geri qaytarsın. Alınacaqmı? Bəs üçüncü şəxs ümumiyyətlə əlaqə saxlayacaqmı fikrindəki insanla? Üçüncü şəxs fikrindəki insanla əlaqə saxlayacaqmı? Yox. Mümkün deyil. Ola bilsin ki, əlaqə saxlayır, amma ya bu insan, fikrindəki insan onu bloka atıbdır, ya əngəlliyibdir, ya da ümumiyyətlə əlaqə saxlasa belə alınmayacaq. Gəl yenə baxaq, üçüncü şəxs fikrindəki insanı özünə qaytara biləcəkmi? Ən çox qorxduğun şey bu ola bilər. Gəl baxaq, üçüncü şəxs ümumiyyətlə fikrindəki insanı özünə qaytara biləcəkmi? Xeyr. Heç bir şəkildə xeyr. Ona görə də get rahat ol, aldım, qəbul edilməz, ətrafa baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.